Buyurun dadına baxın. Bağışlayın. Yox, heç nə olmaz, eybi yoxdur. Hər şey qaydasındadır. Həqiqətən də dadlıdır. Çox şirin mangodur. Kiloqramı neçəyədir? 3,5 yuan. Bazar qiymətidir. Gündə bir araba mal satırsınız? Xeyr, təəssüf olsun ki, rəqabət yüksəkdir. Nadir hallarda bütün malı sata bilirəm. Çəkə bilərsinizmi burada arabada neçə kiloqram var? Siz bunu mənə yazığınız gəldiyi üçün edirsiniz, elədir? Xahiş edirəm, mənə belə yanaşmayın. Bilirsiniz, mango həqiqətən xoşuma gəldi, valla. Həm də çöldə belə yağış yağır. İcazə verin, hər şeyi tez satmağınıza kömək edim. Siz həqiqətən də bütün arabanı alacaqsınız? Bəli. Siz burada hər şeyi yerbəyer edib çəkənə qədər mən maşına qaçıb pulu gətirim. Yaxşı? Yaxşı. Çətiri tutun. Yox, mənə lazım deyil, öyrəşmişəm. Eybi yoxdur, götürün. Siz yaxşısı deyin mənə burada nə qədərdir? Mən nə qədər borcluyam? Cəmi 209 yuan, amma mənə 200 verə bilərsiniz. Bütün bunlar cəmi 200-ə? Bəli, elədir. Axı onlar daha baha başa gəlir. Çöldə yağış yağır, siz məni yol kənarında saxlamısınız. Mən sizə manqonu piştaxtadan deyil, səkidən satıram. Ona görə də belə endirim var. Buyurun. Burada çoxdur, xahiş edirəm. Özünüzdə saxlayın. Amma bu mənə məxsus deyil. Götürün, xahiş edirəm, çox xahiş edirəm. Hava heç də yaxşı deyil, tam islanmısınız. Gəlin bunu bitirək. Yeganə xahişim odur ki, bunu mənim maşınıma qədər daşıya bilərsinizmi? Minnətdar olaram. Bəli, əlbəttə. Çətiri tutun, mən onsuz da islanmışam. Çox sağ olun. Artıq günortadır, bir sualım var. Bugün nahar etmisiniz? Onda icazə verin sizi dəvət edim. Gəlin yeyə, bəlkə yağış da kəsər. Mən çox narahatam. Geyimim münasib deyil. Hər şey qaydasındadır, siz mənimləsiniz. Bir sualım var, olar? Niyə belə ağır işdə işləyirsiniz? Ailə üzvləriniz nə ilə məşğuldur? Valideynlərim artıq qocadırlar. Təqaüdlə yaşamaq olmur. Mən də hamımızı təmin etmək üçün işləyirəm. Əlil olsam da bizi doyura bilirəm. Əlimdən gələni edirəm. Mən ailəm üçün yük deyil. Əksinə faydalı olmaq istəyirəm. Deyin görüm sizin hansısa arzunuz, xəyalınız var? Bəli, var belə bir şey. Mən kifayət qədər əzab çəkmişəm. Və əgər ikinci dəfə həyata gəlmək varsa, bir daha doğulmaq istəməzdim. Bugünkü günün, bugünkü vəziyyətimizin qədrini bilək. Çünki bizim bəyənmədiyimiz bu həyat kimlərinsə xəyalıdır.